Balakən şəhərində 75 sot pay torpağı satışa çıxarılır. Yan tərəfdən gördüyünüz kimi turbalar və məftilli sim ilə əhatəyə alınmışdır. İçərisində bir neçə ədəd fındıq tumaları yeni əkilmiş. Hər tərəfi qıraqları, yan tərəf, ön tərəf bağlıdır. Himbul çayı tam qarşısından keçir. Gördüyünüz Himbul çayıdır. Hal-hazırda yonca əkilmişdir. Fındıq tomalarından əlavə 75 sotdur. Qeyd etdiyim kimi satışa çıxarılan torpağın yan tərəfindən Himbul çayı keçir. Üç tərəfi bağlıdır, yəni qonşular ilə aralıq. Ön tərəfi də qeyd etdiyim Himbul çayıdır. Kupçada 75 sot qeyd olunmuşdur. Çay kənarını təqdim etdim mən sizlərə. Yəni yerində torpaq 75 sotdan çoxdur. Yəni hektara yaxın torpaq var. Torpağın girişinə dəmir qapılar qoyulmuşdur. Torpaq təcili satıldığı üçün qeyd etdiyim 75 sot torpağın qiyməti 6200 manatdan təklif olunur. Kupçalıdır. Satışa çıxarılan torpaq gördüyünüz kimi dağ mənzərəli yerdə yerləşir.